Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə çi cinsiyyət sistemi orqanları haqqında danışacağıq. Əvvəlki dərsimizdə isə biz qadın cinsiyyət sistemi orqanları ilə tanış olmuşduq. Baxaq görək çi cinsiyyət sistemi orqanları hansı hissələrdən ibarətdir. Şəkildən də göründüyü kimi burada bir cüt toxumluq var və ya başqa sözlə xaya. Və xayanın yerləşdiyi orqanlar, xayalıqlar da bir cütdür. Bundan başqa bir cüt toxum çıxarıcı kanal, bir cüt toxum kisəciyi, tək prostat vəzi və tək xarici cinsiyyət üzvü mövcuddur. Demək, toxumluqlar bədən boşluğundan kənarda yerləşən xarici sekresiya vəzlərdir. Bunlar ona görə bədən boşluğundan kənarda yerləşir ki, onların fermentlərinin fəaliyyət göstərməsi üçün əhatə olunduqları temperatur bədən temperaturundan bir qədər aşağı olmalıdır. Və toxumluqlar qarışıq sekresiya vəzlərdir. Onlarda olan hüceyrələrin bir qismində hormonlar hazırlanır. Hansı ki, həmin hormonlar çi cinsiyyət hormonlarıdır. Onlar haqqında danışacağıq. Bir qismi isə spermatozoidə çevrilə bilən hüceyrələr hazırlayır. Ona görə spermatozoidlə çevrilə bilən hüceyrələr deyirəm ki, spermatozoidlərin tam formalaşması toxumluqda getmir. Onlar toxumluqda əmələ gəlsələr də, onların belə özlərinə məxsus formanın alması toxumluğun üzərində yerləşən vəzlərdən baş verir. Demək, burada formalaşandan sonra həmin spermatozoidlər kanallarla gəlir. Demək, sidik hissəsinin arxasından keçərək xarici cinsiyyət üzvü ilə xarici açılır. Demək, xarici cinsiyyət üzvündə olan sidik kanalı həm sidiyi, həm də çi cinsiyyət sisteminin məhsullarını xaric edə bilir. Eyni vaxtda xaric etmir. Növbəli şəkildə olur bu. Və bu növbəliliyi də təmin edən prostat vəzidir. Amma qadınlarda belə deyildi. Qadınlarda yəni hərənin axarı ayrı idi. İfrazat sisteminin də axarı ayrı idi. Cinsiyyət sisteminin də yəni girişi ayrı idi. Ayrı yerlərdən demək xarici açılırdılar. Sonra spermatozoidlər dedik ki, əmələ gəldilər və formalaşıb özlərinə məxsus formanı aldılar. Görək onların forması necədir? Gəlin yuxarıda baxaq. Burada spermatozoidin quruluşu verilmişdir. Spermatozoid 3 hissədən ibarətdir. Başçıq, boyuncuq və quyruqdan. Başçıqda akrosoma var. Akrosomanın içərisində əridici fermentlər var. Həmin əridici fermentlər mayalanma zamanı yumurta hüceyrənin pərdəsini əritməyə xidmət edir. Sonra burada başqa bir hissə var. Həmin hissə nüvədir. Nüvədə irsi material olur. Həmin bu hissədə nüvədə olan irsi material mayalanma zamanı yəni ötürülür və demək yumurta hüceyrəyə birləşir və övladda ataya məxsus olan əlamətlərin əmələ gəlməsində rol oynayır. Və burada bir sentriolu da mən göstərmək istəyirəm. Sentriollar spermatozoidlərdə olur, yumurta hüceyrədə olmur və mayalanma zamanı sentriollar ötürülür, demək zigota. Və zigotdakı bölünmələr həmin sentriolun hesabına gedir. Çünki yumurta hüceyrənin sentriolu yox idi. Və burada başqa bir hissə də var. Gəlin boyuncuq hissə, 10 dərəcələrdən keçirək. Boyuncuq hissədə çoxlu miqdarda burada mitoxondrilər vardır. Həmin bu mitoxondrilər ATP enerjisi əmələ gətirirlər və spermatozoidin hərəkətliyi bu ATP-nin hesabına həyata keçirilir. Yəni spermatozoid hərəkət üçün lazım olan enerjini ATP-dən alır. Onu da deyim ki, boyuncuq hissədə olan bu mitoxondrilər mayalanma zamanı zigota ötürülə bilmədiyindən zigotdakı mitoxondrilər sadəcə ananın mitoxondrləri olur. Məsələn, biz belə bir sualla qarşılaşa bilərik. Bizdə olan mitoxondr genləri anadan mı aldıqlarımızdır, atadan mı aldıqlarımızdır? Anadan aldıqlarımızdır. Çünki atanın mitoxondrləri və mitoxondr genləri nəslə ötürülmür. Nəslə ötürülmür. Sonra quyruq hissə də vardır burada. Quyruq hissə sentriolun mikrobolcuqlarından əmələ gəlmişdir və quyruq hesabına spermatozoidlər maye mühitdə hərəkət edə bilirlər. Mən maye mühit dedim. Bəs bu maye mühit harada, necə olur? Demək, maye mühit prostat vəzdə hazırlanan maye mühitdir. Gəlin bir prostat vəzi ilə də tanış olaq. Prostat vəzi dedik ki, tək vəzidir və xarici sekresiya vəzidir. Burada sperma hazırlanır. Sperma spermatozoidin həm hərəkətində, həm də qidalanmasına rol oynayır. Spermanın tərkibində vitamin C,
şekerlər, silik və fermentlər olur. Bu maddələrin hesabına spermatozoidlər həm qidalanır, həm də hərəkət edir. Həm də spermatozoidin hərəkətinə kömək edən başqa bir amil qadın cinsiyyət sistemində olan mühitdir. Qadın cinsiyyət sistemində mühiti spermatozoidin hərəkətinə yardımcı olur. İndi biz demək toxumluqlarda spermatozoidlərin əmələ gəlməsini bir də demək belə nəzərdən keçirək. Spermatozoidlərin formalaşması cinsi yetişkənlik dövründə olur. Qadınlarda fərqli idi. Qadınlarda bu proses başlayır da ana bətnindən. Kişilərdə isə belə deyil. Cinsi yetişkənlik dövründən başlayır. Cinsi yetişkənlik dövrü kişilərdə 13-14 yaşdır. Və bu zaman meyoz bölünmə yolu ilə demək, meyoz bölünmə yolu ilə 4 ədəd hüceyrə əmələ gəlir. Və yaranan bu hüceyrələr, meyoz 1-də yaranan bu hüceyrələr yenidən demək bölünmə keçirirlər və hər hüceyrədən də yaranmış bu hər hüceyrədən də meyoz 2 ilə 2 yeni hüceyrə yaranır. Və bu hüceyrələr hər biri eyni ölçüdə olur. Bir-birlərindən formasına, bölgüsünə görə fərqlənmirlər. İndi mənim şəklimdə biraz fərqli düşdü. Şərti olaraq mən belə göstərdim, amma eynidirlər, fərqlənmirlər bir-birlərindən. Amma qadın cinsiyyət sistemində belə deyildi. Biri iri olurdu, 3-ü kiçik olurdu. Biri qametə çevrilirdi, 3-ü məhv olurdu. Burada isə 4-ü də qametə çevrilə bilər. Yəni spermatozoidə çevrilə bilər. Dedik ki, bu proses harda gedir? Bu proses gedir toxumluqlarda və demək cinsi yetişkənlik dövründə. Və həmin dövrlərdə oğlanlarda cinsi yetişkənlik başlayır. Cinsi yetişkənlik dövründə onlarda toxumluqların daxili sekresiya hissəsində hazırlanan testosteron hormonunun təsiri ilə müəyyən dəyişikliklər baş verir. Həmin dəyişikliklərə biz ikincili cinsiyyət əlamətləri deyirik. Məsələn, oğlanlarda əzəllər güclü inkişaf edir. Məsələn, çiyin hissənin əzələləri xüsusilə gerilir. Çanaq daralır. Onların səsi çobudlaşır. Çünki qırtlaq qığırdaqları böyümüş olur. Onların səsləri daha çobud olur bu səbəbdən. Sonra onların üzlərində, qoltuq altında tükləri çıxır. Və həmçinin həmin yaşda oğlanlarda sperma ifrazı da baş verir. Sperma ifrazı xüsusilə gecə yuxuda ikən baş verə bilər. Yəni bu qeyri-iradidir və normal bir prosesdir. Yəni cinsi yetişkənliyin normal gedişindən xəbər verən bir prosesdir. Sonra bu hissəni də nəzərdən keçirdik. Qayıdaq bura. Burada onu da deyək ki, spermatozoidlərin yumurta hüceyrəyə birləşməsi yumurtalıq borularında baş verir. Yumurtalıq borularında baş verir və burada zigot əmələ gəlir. Zigotun sonraki inkişafında biz növbəti dərsdə maylanma haqqında danışarkən sizinlə danışacağıq. İndi bu dərs haqqında bu qədər. Ümid edirəm ki, sizin üçün faydalı olar. Videonu baxarsınız, bəyənərsiniz. Əgər bəyənsəniz, kanala abunə olmağı da unutmayın. Bununla bu kanala dəstək ola bilərsiniz. Çox sağ olun, diqqətinizə görə hər birinizə təşəkkür edirəm.